Mayın 18-də Ağcabədi rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclası keçirilib. İclasda rayon İcra Hakimiyyəti yanında şura üzvləri, aparatın məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gündəlikdə duran 3 mühüm məsələ barədə məlumat verib. Müzakirəyə çıxarılan ilk məsələ şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası qanununa edilən dəyişikliklərin rayondakı icra vəziyyəti ilə bağlı olub. Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov 2024-cü il iyulun 16-sında imzalanmış müvafiq fərmandan irəli gələn vəzifələr, həmçinin əlaqələndirmə mərkəzlərində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin cari vəziyyəti barədə geniş hesabat verib. Gündəliyin ikinci mühüm mövzusu kənd təsərrüfatı işlərinə həsr olunub. Rayon İcra Hakimiyyəti başçısının müavini Toğrul Bünyatov, taxıl biçininə vaxtında başlanılması, sahələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi və biçindən sonra torpaqların şumlanması istiqamətində görülən hazırlıq işlərindən danışıb. Vurğulanıb ki, məhsulun itkisiz toplanması və təhlükəsizlik qaydalarına riayət olunması rayonun iqtisadi göstəriciləri üçün strateji əhəmiyyət kəsb edir. Üçüncü məsələ bələdiyyələrin hesabat dövründə fəaliyyəti və ərazi təşkilat məsələləri ilə bağlı olub. Rayon İcra Hakimiyyəti başçısı aparatının ərazi təşkilat məsələləri sektorunun baş məsləhətçisi Elvin Həsənov, bələdiyyələrin iş prinsipləri və ictimai-siyasi məsələlər şöbəsinin bu istiqamətdəki monitorinqlərinin nəticələri barədə məlumat verib. İclasda həmçinin yanğın təhlükəsizliyi tədbirləri və taxıl biçini zamanı texnikaya olan tələbatın qarşılanması yolları müzakirə olunub, müvafiq tövsiyələr verilib. İclasın yekununda müzakirə edilən hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.